Layihə Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanıb. Yaşıl Dünya naminə həmrəylik göstərib Space TV-də Yaşıl Həyat deyirik və bugün 21 mart tarixini yaşayırıq. Ölkəmizdə Bahar bayramı, Novruz bayramı qeyd olunur. Əslində təbiət Novruz bayramı ilə, baharın gəlişi ilə təbiəti qorumağın, sevməyin nə qədər vacib olduğunu və təbiətin oyandığının mesajını və işarəsini verir. Amma biz təbiətə necə rəftar eləyirik və bu Novruz bayramı ərəfəsində təbiətlə münasibətimiz hansı formadadır? Bunu müzakirə eləyəcəyik. Studiyamızın qonaqları var. Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq Fakültəsinin baş müəllimi, aqrar sahə üzrə fəlsəfə doktoru Qismət Xanbabayev bizimlədir. Xoş gördük Qismət müəllim. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıcı, kulturolog Aydınxan Əbilov bizimlədir. Ekoloq, biomüxtəliflik üzrə ekspert Arzu Mustafayev bizimlədir. Xoş gəlmişsiniz, xoş gördük. Bayramınız mübarək olsun. Əslində, minnətdaram, çox sağ olun. Əslində, baharın gəlişi, Novruz bayramı təbiətin, torpağın oyanışından xəbər verir. Və bu həm təsərrüfatda özünü göstərir, kənd təsərrüfatında özünü göstərir. Həm də artıq insanlara bir mesajdır ki, torpaqla ünsiyyətə girin. Necə ünsiyyətə girin? Nə bilim, torpağı əkin, ağacı əkin, torpağa qulluq eləyin, artıq buzlar əriyir, su çaylarımızda, su hövzələrimizdə artır, bunun qədrini, qiymətini bilin. Qismət müəllim, mənə maraqlıdır ki, biz bunun qədrini, qiymətini bilirikmi? Təbiətin bizə ötürdüyü o mesaj ki var, təbiət oyanır, təbiətlə vəhdətdə olun, ünsiyyətdə olun. Onun qədrini bilə bilirikmi? Yoxsa o keçmiş zamanda qaldı? Murad müəllim, ümumiyyətlə Allah Taala yer kürəsini, kainatın elə tənzimləyib ki, burada dəqiqə, saniyə, eləcə də təbiətin ünsürlərinin bir-biri ilə əlaqəsi, harmoniyası tamamilə nizamlanmış şəkildədir. Ancaq bu nizama, bu tərəziyə, bu dəst xəttə müdaxilə edən insandır. Və Allah Taala'nın buyurduğu o hikməti dərk etdikcə insan təbiətə daha çox bağlanır. Təbiətə daha çox mehir salır, təbiəti daha çox sevir. Və təbiətin o nizamı, təbiətin dəqiqliyi dərk olunduqca insanın torpağa bağlılığı da daha çox artır. Və insanın ilk növbədə üz tutduğu ünvan torpaqdır. Yəni, insan torpaqdan yaranıb və torpağa da qayıdacaq. Ancaq bu məsafə arasında ömür yolunda torpağa olan qayğı mütləq nəzərə alınmalıdır. Yəni, təbiətdə yazın gəlişi özü insanı səfərbər edir ki, torpağa daha başqa münasibət göstərsin. Yəni, o təbiətdə 12 saatlıq gecənin, 12 saatlıq gündüzün olması və torpaqda temperaturun, hərarətin balansının yaranması o deməkdir ki, artıq insanın torpağa olan qayğısında yeni bir dövr açılır. Yəni, torpaqda olan temperatur, 12 dərəcədən artıq olan temperatur, torpağın becərilməsi üçün şərtdir. Deməli, insan torpağı yaz ayından başlayaraq becərdikcə, ilin sonuna qədər onu özü üçün lazım olan məhsulu toplaya bilir. Ancaq onu elə etməlidir ki, həm də torpağı mühafizə etməlidir, torpağı qorumalıdır. Bu yaz dövründə, yaz fəslində mərasimlərin keçirilməsinin bir əhəmiyyəti də ondan ibarətdir ki, insanın torpağa olan qayğısını ümumiləşdirsin. Yəni, bütün insanlar torpağa olan münasibətində eyni hala gəlsin, eyni qaydaya, əmələ riayət eləsin. Yaz fəslində təbiət oyanır. Deməli, insanın təbiətə olan münasibətində bir yeni səhvə açılır. Və yaz fəsli ona görə sevimlidir ki, artıq insanın torpağa qayıdışı yaranır. Yəni, fəsillər içərisində insan yaz fəslində artıq torpağı əkir, biçir.
Və bu becərmə bərəkətli olsun deyə insan torpağa ilk növbədə halal yanaşmalıdır. Torpağa zəhmətlə yanaşmalıdır və torpağın istədiyi o mühiti ona bəxş etməlidir. Ona görə də yaz fəslində insanların torpağa münasibətinin yeni bir səhifəsi, yəni ilin təqvimindən nəzərə alsaq, yeni bir səhifə açılır ki, bu da insanlardan torpağa qayğının, yəni halallığını tələb edir. Yəni insan o torpaqdan götürəcəyi məhsulun bərəkətini ilk növbədə bu yaz fəslində qoyur. Yaz fəslində hansı əməli edəcəksə, bərəkət də ona görə veriləcək. O nə əkərsən, onu da biçərsən, deyimi də buradan yaranır. Bəli. Aydın xanım, həm də bayramlarımız, ələxüsus Novruz bayramı bizim mədəni dərinliyimizi, mədəni kökümüzün qədim tarixə gedib çıxdığını göstərir. Elədir, mən sizi və tamaşaçıları təbrik edirəm İlaxır Çərşənbələr və Novruz bayramı münasibəti ilə. Bu həm də bizim üçün yeni ilin başlanğıcıdır. Nə əkərsən yox, necə əkərsən. Necə əkərsən. Bu çox önəmlidir. Hörmətli alimimiz klassik düşüncəni ortaya qoydu. Bərəkətdən başladı, Allahdan başladı. İndi bir çox hallarda o fikri Allahla bağladı. Amma bu dövr keçib artıq. Yəni bizim Bakı kəndlərində il boyu əgər məhsul əkilirsə, orada hər ay biz Novruz bayramı keçirə bilmərik ki, düzdürmü? Novruz bayramı daha çox karnaval xarakterli mədəniyyət hadisəsi kimi bizim üçün indi maraqlıdır. Amma onun elmi tərəfi, elmi düşüncə tərəfi, proqnozlarla bağlı, əkinçiliklə bağlı tərəfləri artıq tarixə qovuşdu. Biz istəsək də, istəməsək də bu belədir. Baxın, bir var real elmi tarix, yəni elmi müqayisələr, təcrübələrdən keçən tarix, bir də var ki, genetik tarix. Novruz bayramı genetik tariximizin hadisəsidir. Elmi tarixin hadisəsi deyil artıq. Təəssüflər olsun ki, bu belədir. Hətta biz onu UNESCO-nun məşhur, bilirsiniz ki, siyasına daxil etsək də belə, Novruz bayramı artıq elmi düşüncə tərzi deyil. Mən razıyam ki, vaxtı ilə babalarımız öz elmi, ilkin elmi bilgilərini Novruz bayramı, İlaxır Çərşənbələri ətrafında toparlayıblar. Məsələn, indiyə qədər də bizim zonada, Lənkəranda, ya Naxçıvanda, Cənubi Azərbaycanda Novruz bayramı günü, yəni bahar ki daxil olanda günü 4 yerə bölürlər və 4 mövsüm necə olacaq, bahar, yəni yaz, yay, payız və qış necə keçəcək, ona uyğun da fikirləşiblər ki, bu il biz taxıl əkək, arpa əkək, buğda əkək, yaxşı məhsul götürərik ya yox. Və yaxud fikirləşiblər ki, bu il alma yaxşı olacaq, tutalım alça yaxşı gül gətirəcək və s. və ilaxır. Və buna uyğun da bu fikirlərini müəyyənləşdiriblər. Bəli, burada var qədim Misir, qədim Şumerlərin, qədim Türklərin və Midiya, əsasən də Midiya dövrü bizim ilkin elmi baxışlarımız, babalarımızın, nənələrimizin. Yəni Novruz bayramı ilə bizim verilişimizi, yəni müddəti çox azdır, maşallah tanınmış adamları da dəvət eləmişsiniz. Biz çox şeylər deyə bilərik. Mən də demişəm, mənim məqalələrimdə də var, çıxışlarımda da var. Novruz bayramının mədəniyyət hadisəsi olması, Novruz bayramının yarışma bayramı olması, Novruz bayramının tibbi bayram olması, səhiyyə ilə bağlı. Siz bilirsinizmi ki, Novruzun... Təbiət hadisəsi kimi qeyd olunur. Təbiət hadisəsi həm də Bilge Yaşarlığın çox böyük ensiklopediyasıdır. Doğru. Niyə bizdə qovğa, niyə sarı rənglə, pandemiya vaxtında sarı rəngli bildiyinizdə məhsullar daha çox buranı və s. balqava və s. Yerkökü deyirlər ki, yiyin, qoy immunitetiniz qalxsın. Bunlar hamısı əvvəlcədən əsrlər yox, eyrələr boyu ərzində bizim babalarımız bunları hesablayıblar, toparlayıblar. Təəssüflər olsun ki, babalarımız bunları yazmayıblar. Təəssüflər olsun ki, babalarımız ancaq folklor nümunələrində bunu saxlayıblar. İndi biz, yəni genetik yaddaşımızdan gələn, genetik tariximizdən gələn ki, bizim gen kodlarımızda onlar var, yavaş-yavaş oxuya-oxuya, öyrənə-öyrənə, tədqiq eləyə-eləyə yadımıza düşür ki, babamız tutalım da məhz İlaxır Çərşənbələrin bölüblər, külək, nə bilim, su, torpaq və ot. Onu nə üçün bölüblər? Fikirləşiblər ki, bu il, məsələn, quraqlıq ola bilər. O quraqlığa uyğun nəyisə əksinlər. Və yaxud evlər niyə təmizlənirdi? Və yaxud niyə küsülü adamlar Novruz bayramı gedirlər bir-birlə, dost olurdular, barışırdılar və s. Və yaxud o fallardan tutmuş seyrangaha çıxmağına qədər. Novruz bayramında, məsələn, iki od arasında romanda Çəmən zəminində siz görə bilərsiniz. İnsanlar öz subay uşaqlarını götürürdülər, yaşlı adamların uşaqlarını götürürdülər. Seyrangaha çıxırdılar, Şuşadakı məşhur düzəngaha və orada subaylar bir-birini görürdülər, artıq bəyənmə gedirdi. Amma həmin dəqiqə
toy-moy haqqında fikirləşmirdilər. Fikirləşirdilər ki, payızda artıq məhsul yığılıb qutarandan sonra, işlər yekunlaşandan sonra əsasən toylar payızda olurdu və bir-birlə məsələn bəyənən qız oğlan evlənirlər. Yəni bu baxımdan Novruz bayramı haqqında nə qədər istəyirsiniz danışa bilərik. Bu elə bir mədəniyyət, elə bir kulturoloji hadisədir ki, bunu hətta il boyu danışsan da qutara bilmirik. Və bizim indi əsas məqsədimiz nədir? Novruz bayramını Braziliyadakı karnaval kimi kreativ mədəniyyətin, biznesin bir hadisəsinə çevirmək. Eləməsə Novruz bayramı yaddan çıxıb gedəcək. Yəni olacağı bilirsiniz necə ki biz bir dənə səmənli şəklini bir-birinə göndəririk. Bayramınız mübarək, hamı onu göndərir və biz də nə yazırıq? Bahəm, səhərlə birlikdə və s. və ilə axır. Bu olmasın deyənə kreativ mədəniyyətin və yadınızdadsa ümummilli lider ikinci dəfə yenə də hakimiyyətə qayıdandan sonra nə etdi? İçəri şəhərdə başladı təzədən yenə Novruz bayramları keçməyə. Baxmayaraq ki bizim şəhidlərimiz vardı, baxmayaraq ki müharibə dövründə yaşayırdı, 1 milyon qaçqın vardı. Amma insanları yenidən dirçətmək üçün, Novruz bayramı yenidən dirçətmək, milləti yenidən dirçətmək üçün, yəni 30 ildən sonra o Qarabağa geri qaytarmaq üçün o insanlarda bütün dəyərləri, o genetik kod deyirəm, o kodu oyatmaq üçün, o içindəki Türkün, Azərbaycanlının bir div yaşayır, onu oyatmaq üçün başladı Novruz bayramı karnaval kimi keçirməyə. Amma İlham Əliyevin vaxtında isə bu karnaval həm də bizim büdcəmizə pul gətirməyə başladı. Biz fikirləşdik ki, niyə buradan Braziliyaya gedirlər, niyə də gəlməsinlər? Doğrudan da biz Novruz bayramını dünya bayramlarına keçirdəndən sonra, yəni o sıraya salandan sonra BMT-də də bu qeyd edildi, UNESCO-da da hər il qeyd edilir və turizmi, xüsusən də xarici turizmi, xüsusən də yəni bizim qonşu ölkələrdə elə qapalı ölkələr var ki, orada Novruz bayramı keçirilməyə, hətta qardaş Türkiyənin özündə belə Novruz bayramı məhz bizə baxandan sonra təmtəraqlı keçirilməyə başladı. Və biz başladı turistləri dəvət eləməyə, bundan da pul qazanmaya. İndi növbəti mənim danışandan sonra davam edərik. Çox maraqlı məqamlara toxundunuz Aydın xanım, mən minnətdaram. Arzu mən Aydın xanımın toxunduğu o karnaval məsələsinə, Novruz bayramını, Novruzun adət-ənənələrini və orada çox şaxəli bayram olduğunu çox gözəl qeyd elədiniz Aydın xanım. Biz onu karnaval formasına salıb daha çox pul qazanmaq və eləcə də daha çox öz bayramımızın, öz millətimizin, öz xalqımızın, dövlətimizin təbliğatını eləyə bilərik. Burada da əsas ümdə vəzifə düşür turizmin üzərinə. Turizmlə bağlı Novruz bayramında nələr eləyə bilərik? Bir ona cavab verin. Bir də bu mart ayında 11-12 gün qeyri-iş günüdür də. Sahibkarlar və eləcə də aidiyyatı qurumlar bu məqamdan yaxşı mənada istifadə edə bilirlərmi? İnsanları cəlb edə bilirlərmi öz xidmət sahələrini? Təşəkkür edirəm bütün Space izləyicilərə, panellərimi və sizi Novruz bayramını təbrik edirəm. Millətimizə, dövlətimizə, vətəndaşlarımıza uğur, müvəffəqiyyət, bol ruzu gətirsin. Təqdimatda müxtəliflik üzrə ekspert kimi təqdim etdiyinizdən onun haqqını öncə verək və təbiət, müəllim, aqrar sahə, Novruz bayramı, torpağın oyanışı məsələləri toxundu. Aydın müəllim çox geniş spektrli mədəni tərəfi, folklor, mifologiya çox geniş bir mövzular əhatə elədi çıxışında. Mən də insan faktoru olmadan təbiət və biomüxtəliflik kontekstində bu Novruz bayramı barədə qısa bir arayış verim. Sonra sizin suallarınıza da cavab verim. Bir mənalı olaraq bizim Azərbaycan xalqı, Azərbaycan coğrafi məkanında yaşayan bizim soydaşlarımızın çox böyük Allahdan onlara verilən bir lütfdür ki, biz bunu görə bilirik. Misal üçün, biz şimal xalqı olsaydıq, biz ekvatorda yaşayan olsaydıq, biz bu təbiətin oyanışını, bu rəngarəngliyi, bu 4 fəsili biz seçməyəsiydik və bu dəyişkənliyi, bu təbiətin özümüz və ətraf aləm üzərində dəyişkənlik proseslərini müşahidə etməyəsiydik. Ancaq dediyim ki, biz mülayim qurşaqda yaşayan coğrafi bir məkanda yaşayan bir dövlət kimi, ölkə kimi biz bunu yaşayırıq və uzun illərdən atalarımız, babalarımız bunu, bu təbiət hadisələrini, prosesləri müşahidə ediblər, keçiriblər öz fərdi məişətlərinə. Biomüxtəliflik nöqteyi nəzərdən bu bütün biomüxtəlifliyə təsir edən ən başlıca faktor temperatur və istilik rejimidir ki, martın, yəni yazın gəlişi ilə
burada artan bir dəyişiklik müşahidə olunur. Həm işıqlanma, yəni günün işıqlı vaxtı uzanır, həm temperatur fərqi yaranır. Və bütün ali bitkilər, bütün flora, fauna nümayəndələri hamısının həyatına təsir edir. Miqrasiya intensivləşir. Əks miqrasiya başlayır. Bizim ölkəmizə cənubda miqrasiya, quşların miqrasiyası prosesi başlayır. Torpağın oyanışı, torpaqda temperatur bir hüceyrələrdən tutmuş onurğalılar, ən ali heyvanlara qədər bütün canlılar bu prosesi öz üzərində hiss eləyir. Artma, çoxalma və müxtəlifliyin o dediyim kimi tək ali bitkilərin Azərbaycanda 4500 növü var. Sualınızın ikinci hissəsindən bağlı, bəli, qeyri-iş günləri var. Təbiətdə o dediyimiz istilik artıq özünü göstərməyə başlayır. Düzdür, bu aya xalq arasında bir boz ayda deyirlər. Yəni, hava çox dəyişkən ola bilir, yağıntıların miqdarı da ola bilir. Ancaq xüsusən Aran rayonlarından başlayaraq yaz gəlişi hiss olunur. Biz Azərbaycan bilirsiniz 11% meşə ilə örtülüdür. Meşələrin artıq yamaclarından başlayaraq erkən fındıq, zoğal, alça ağacları çiçəkləməyə başlayır. Təbiətdə oyanır, buzlar əriyir, çayda sular gürlaşır. Artıq ot örtüyü əmələ gəlir. Quşlar o çoxalma dövrü prosesinin başlaması ilə əlaqədar o seçim bir perioduna qədəm qoyurlar və alışdığımız, xoşumuza gələn bu təbiətin səsləri meydana gəlir və bütün qışı qısa gün rejimində ən çox evə qapanan insanlar o təbiətdən ayrı qaldıqları müddətdə daha çox meyl eləyirlər gəzməyə, getməyə, görməyə. Nələri təklif edə bilərik? Azərbaycan çox gözəl 10 milli parkı var. Bakı şəhərinin əhalinin böyük hissəsinin toplaşdığı Bakı şəhərinə yaxın Abşeron Milli Parkı, Şirvan Milli Parkı, Altağac Milli Parkı, cəmi 100 kilometr radiusda bu 3 milli park var. Hər 3 milli park turistləri qəbul etməyə hazırdır. Mən təklif edirəm, təbiət və insan o münasibətləri daha yaxşı hiss etməyə, təbiətin o canlanmasını daha yaxşı hiss etməyə bu qorunan ərazilərə səfər edə bilərlər. Eləcə də ölkəmizin digər yerlərində olan ərazilərdə də, milli parklarda da turizm marşrutları üzrə təklif edirəm. Əlbəttə ki, turizmin müxtəlif növləri var və onların üzrə də hansı məhsullar varsa, onlara müraciət edə bilərlər. Ancaq Aydınxan müəllim deyən məsələ ilə əlbəttə ki, burada mütləq brendləşmə aparılmalıdır. Azərbaycan ən turizmdə əziyyət çəkdiyi məqam turizm məhsullarının azlığıdır. Bilirsiniz, məhsullar hazır, baxın, adıca bizim bu papaq atma mərasimini, türklər görürsünüz o səmavı fırlanmanı artıq dini bir mərasimdən çıxardıb, bir kommersiya, bir turizm məhsullar çevrilir. Bəli, biletini al, get otur, hansısa bir kimi və tamaşaya döndərilər. Bunu görməyən, ənənəsində bu olmayan Avropalı, Amerikalı, digərlər üçün bu egzotikadır. Bilirsiniz, nəyə oxşayır Murad bəy? Sözü də kəsirəm. Buyurun. Baxın, Rumi var da, Mövlana Rumi, düzdürmü? Bizdə də Nizami var. Rumi Nizaminin yanında çox kiçikdir də, bilirsiniz. Yəni, müqayisə aparma qüsurludur, amma kiçikdir sözün həqiqətən. Ən azı Şəms Təbrizi onun müəllimi olub. Türkiyə qardaşlarımız gəldi bura. Ruminin 500 neçə yüzlüyü idi. Çıxış elədilər, danışdılar, Rumi əladır, o yan bu yan adamlar gəlir və onun ziyarətini. Son sözü nə oldu? Amma bizim danışdığımız dəryada bir qətrə qədərdir. Siz mütləq gəlməlisiniz bizim şəhərə. Yəni Konyaya və onu ziyarət eləməlisiniz. O elə belə orada Məkkə deyil ki, ya Kərbala deyil ki, düzdürmü? O biz niyə? O kreativ turizmin böyük bir sahəsidir. Təsəvvür edin ki, Konya şəhərinin
büdcəsinin 80% məhz Rumiyə görə gələn beynəlxalq turistlərdən maliyyələşdirilir. Amma biz Nizaminin məqbərəsini o qədər adam gətirə bilirik mi? Gəncədə Nizami günləri niyə keçirilməsin ki, hər il? Əslində bu Festival digər dərəcədə keçirilir, amma biz onu İntensiv olaraq, biz daimi onu olaraq. biznesə çevirə bilmirik. Bəli. Məsələ ondadır ki, biz ondan pul qazana bilmirik. Gəncənin büdcəsi niyə maliyyələşməməlidir? Nizami, Məhsəti Gəncəvi və Xaqani Şirvani digərlərindən. Və yaxud Şamaxıda Nəsimi var və istəyən Azərbaycan hər qarşında bunlar var. Düzdür, bu Novruz bayramına bağlı deyil. Mən bunu sadəcə obrazlı bir fikir olaraq bildirdim ki, Novruz bayramına da aiddir. Novruz bayramında o qədər şeylər var ki, niyə bizim səmənlilər Çindən yumurtalar yaxud Çindən istehsalı gətirib burada verilməlidir? Yumurta kimi açılan səmənlər. Niyə bizdə məsələn yeyinti sənayesi, şirniyyat sənayesi brendləşdirilməməlidir, Novruz bayramı ərəfəsində gələn qonaqlara verilməməlidir? Nə üçün biz milli paltarlara həmin heç olmasa bir ay ərzində tikişi, satışı və geyimini təşkil etməməliyik? Nə üçün biz tutalım da idman yarışlarımız milli var da, Çovqan və s. at yarışları, güləş. Güləş də bir ki, Qafqazda və Azərbaycanda həmişə güclü olub. Bunu niyə brendləşdirməməli? Məhz Novruz turnirləri burada keçirilməməlidir? Nə üçün məsələn bizim Novruz bayramının niyə deyirlər ki, qan oyandı? Niyə Novruz bayramında siz bilirsiniz ki, bir ay ərzində uşaqlar bir rəqs edirlər, mahnı oynayırlar, ev-ev gəzirlər, nəysə həm pul yığırlar orada, həm də ki, oradakı ev sahiblərini də oynadılar. Niyə bunu biz istifadə etməyək? Bax, problem ondadır ki, bax bunu xalqa çatdıran çox az alimlər var və yaxud gəlib danışa bilmirlər, deyə bilmirlər. Bizim ateşpərəstlik, bizdə ateş çıxan yerlər var. Onları Yanardağlar. Yanardağ Ateşgahın özü. Ancaq çox misal üçün Şahdağ Milli Parkı Xınalığın yanında var. Sahədən alov çıxır. Onun üzərində bir ki Azərbaycanı dünyada ateşpərəstliyin mərkəzi. Baxın, Hindistanlı turistlərin çoxu, misal üçün, həm İranda, həm orada bilirsiniz, ateşpərəstlər yaşayır da, onların müqəddəs yerinə çevrilə bilər. Zaten belə də olub da 18-ci əsr. Murad bəy, mən arzuma və bir fikri, təklifi ilə razı olmadım. Nə üçün? Məsələn, milli parklara yaz ərəfəsində, xüsusən Novruz bayramında heç kimin ayağı dəyməməlidir. Orada heyvanlar çoxalmalıdır, orada ağaclar bilirsiniz ki, tozlanmalıdır və s. İnsan ayağı dəyən hər bir yer korlanır, zibillənir. Yəni bu belə də ekoloji zibillənmə ilə məşğul olur. Konkret marşrutlarla söhbət gedir. Konkret də olsa, məsələn, bir çox ölkələr artıq bunu qadağan ediblər. Bilmirəm, bilirsiniz ya bilmirsiniz. Çünki təbiət onsuz da get-gedə daralır da. Heyvanların da sayı azalır, bitkilər məhv olub gedir. İl ərzində bilirsiniz ki, Avropada və Afrikada nə qədər heyvanat və bitki növü məhv olub gedir. Minnətdaram. İndi istərdim Qismət müəllimdən bu həqiqətən də bu mart ayında müəyyən bir dövr ərzində həmin o qoruqlara insan ayağı dəyməməlidir, oradakı təbiətin inkişaf eləməsi üçün, törəməsi üçün. Həqiqətənmi belədir? Bir də bu mart ayına boz ay deyirlər və kənd təsərrüfatı ilə məşğul olan xalqımızın nümayəndələri öz əkin sahələrinin don vurmasından da narahatdırlar. İstərdim bu haqda bir aydınlıq gətirək. Buyurun Qismət müəllim. Ümumiyyətlə, qoruqların, milli parkların, yasaqlıqların istifadə olunması və oradan yararlanma qanunvericiliklə tənzimlənir. Məsələn, milli parklardan yalnız müvafiq məqsədlər üçün istifadə oluna bilər. Qoruqlardan yalnız elmi tədqiqat işlərinin aparılması zəruriliyi yarananda istifadə etmək olar. Yasaqlıqlar istifadə etməkdə elə bir yəni ciddi məhdudiyyətlər yoxdur. Və təbii ki, müəllimin dediyi kimi, heyvanların populyasiya dövründə, çoxalma dövründə onların qorunması xüsusilə vacibdir. Məsələn, Şirvan Milli Parkında, Şahdağ Milli Parkında, Zəngəzur Milli Parkında. Yəni, balıqçılığa qadağan qoyulur. Bunların qorunması balıqçılığa da qadağan qoyulur. Milli parkda Arzuma müəllimin təklifini mən üzr istəyirəm. Qəribçiliyə salmıram, amma bunun üçün bizim safarimiz var da, yanılmıramsa. Düzdürmü Şamaxı tərəfdə və yaxud Zirət tərəfdə park var ki, orada həm müzeydir, həm parkdır. Ora gedə bilərlər. Yəni Şahdağ Milli Parkında yəni xüsusi dövrlər var ki, ora daxil olmaq qadağandır. Amma təbii ki, bütün bunlar hamısı dövrü olaraq tənzimlənən məsələlərdir. Yəni bunun üçün də xüsusi qanunvericinin tələbləri var və hər bir qoruğun, milli parkın, yasaqlığın istifadə olunmasının qanunvericiliklə təsdiq olunmuş əsasnamələri var. Amma biomüxtəlifliyin, eləcə də bioloji aləmin, ekosistemin orada qorunması təbii ki, bunlar müəyyən məhdudiyyətlərlə tənzimlənir.
Boz ay və yaxud ona el arasında bəzən alaçalpo da deyirlər. Boz ay dövründə insanların torpaqdan istifadəçiliyi və bu dövrdə xüsusilə həm əkinçilərin, həm də tərəkəmələrin qayğılarının artan vaxtıdır. Məsələn, tərəkəmələrin indi döl təsərrüfatı ilə məşğul olan dövrüdür. Əkinçilər indi torpağın hazırlanması, yəni əkin üçün hazırlanmasının şumlama, toxumun seçilməsi və yaxud ki, arata qoyulması, yəni suvarılan ərazilərdə aratın qoyulması. Yəni bu proseslərin keçirilməsi indiki dövrdə artıq nəzərə alınan, yəni həm əkinçilər üçün, həm də tərəkəmələr üçün nəzərə alınan amildir. Və bu dövrdə ümumiyyətlə xalq arasında istər Novruzla bağlı, istər digər mərasimlərlə bağlı tətbiq edilən tədbirlərin özünün bir elmi əsası var. Yəni, məsələn, Novruz yeni ruzigarın yarandığı dövrdür, yeni fəsil yaranır. Bu fəslin qayğıları həm elmi cəhətdən izah olunur, həm də xalq ənənələrinə uyğun olaraq qorunub saxlanılır. Məsələn, Abşeron yarımadası quru subtropik iqlimə malikdir. Abşeron yarımadasında suvarma əkinçiliyinin məhsullarının yetişdirilməsi üçün tarixən dədə-babalarımız torpaq, bozqolluq torpaqdır da Abşeron yarımadasında. O torpağın bir gilli qatı var. Hardasa 35-40 santimetrlik təbəqədir. Və bu gilli qat rütubətli olduğuna görə bizim babalarımız bostan tərəvəz məhsullarının toxumunu həmin o gilli qatda əkiblər. Və üstündə torpaqla örtüblər. Quru ərazidir. Ancaq yay dövründə oradan elə gözəl məhsul, elə dadlı məhsullar çıxıb ki, nəyin hesabına? Həmin o gilli qatın hesabına. Zəfəran da məncə, Abşeron zəfəran da yəni bu özü bir elmi hikmətdir. Bu tarixən Novruzdan, Novruzun 9000 il yaşı var. Və bu Misirlilər də, Mesopotamiyada da, Şumerlər də, yəni şərq ölkələrində bunlar istifadə olunub, mərasimlər. Nəyə görə istifadə olunub? Çünki onlar ilin fəsillərinə uyğun olaraq becərmə texnologiyasını ənənəvi olaraq tətbiq ediblər və biliblər ki, bəli, 12 saat gecədir, 12 saat gündüzdür, günün işığı tutaq ki, burada 12-15 dərəcədən artıqdır. Deməli, bitkilər cücərə bilər. Bu, istər dini baxımdan olsun, istərsə də elmi baxımdan təsdiq olunmuş əsaslardır, dəyərlərdir. Ona görə də Novruz ənənələri qorunub saxlanılır. Ona görə də digər dini mərasimlərə uyğun olaraq ənənələr hələ də qorunub saxlanılır. Və yoldaşların söhbətinə mən də öz fikrimi bildirmək istəyirəm ki, doğrudur, Novruz dövrünün şənlikləri, Novruz dövrünün mərasimlərini genişləndirmək mütləq lazımdır. Və Novruz yaxın şərq, müsəlman, türk ölkələrinin bayramı olduğuna görə bu həm də bu ölkələrin birliyini təmin etməlidir. Nəyə görə şərq ölkələrinin, türk ölkələrinin şölənləri keçirilməsin Novruzla bağlı? Nəyə görə ayrı-ayrı ölkələrdə bu şölənlər keçirilməklə həm də o dövlətin turizm təsərrüfatının inkişafıdır. O dövlətin tanınılması üçün gözəl mərasimlərdir. İstər mədəni mərasimlər olsun, elmi mərasimlər olsun, musiqi, incəsənət sahəsində olsun. Bu dövlətlərin birliyi Novruz bayramının əhəmiyyətini artıra bilər, dövlətlər arasında əhəmiyyətini, təbliğini xeyli dərəcədə genişləndirə bilər. Buyurun. Başdan bəlkə sözünüzü kəsdim, sadəcə fikrim yanılmasın. Aydın xanım müəllim bayaq dedi, mən onun gəldiyi nöqtədən davam eləyərdim. Unudulmaq məsələsi. Unudulmaq məsələsi həqiqətən Novruz bayramını belə bir riski olduğunu düşünürəm. Həmkarımla eyni fikirdəyəm. Baxın, Novruz... O risklər nədə görürsünüz? Nəyə görə o riskin olduğunu düşünürsünüz? Paralel bayramlar var, xüsusilə dini bayramlar. Həm xristianlıqdan bizə keçən yeni ili nəzərdə tuturam, həm İslamla bir neçə bayramı nəzərdə tuturam. Siz hamımız bilirik, bəli, onları. Təsəvvür edin ki, yaxında Halloween, nə bilim, Thanksgiving kimiləri də qoşulur bunlara. Uşaq bağçalarından, bəli, uşaq bağçalarından başlayıb, məktəblərdən başlayıb, hansı ideologiya ilə onu bizim körpələrə aşırırlar deyə bilmirəm. Amma bunu ən təhlükəli bir şey bizim milli identifikliyin saxlanılmasının
birbaşa ziyanına gedən bir proseslərdir. Və biz mən demiş bununla bağlı ciddi tədbirlər görməsək, Novruz bayramı çox onlara belə deyək, rəqabətdə uduzacaq və biz növbəti qarşıdakı nəsillərdə bu bayramın ola bilsin adı kağız üstündə, misal üçün həmin bir neçə bayram misal çəkərəm, bu məruz qalıb, misal üçün çilə, yalnız məhdud yerlərdə, Təbrizdə, Gəncədə keçirirlər. Çilə qarpızı, gecəni yatmırlar, çilə çıxardırlar. Başqa bölgələrdə bəli, dekabrın 24-də misal üçün mən sahəsidir, müdaxilə edirəm, üzr eləsin. Misal üçün Xıdır Nəbi bayramı Qərb bölgəsində daha çox bəli, uduzu bu bayramları və yaddan çıxır. Biz də bu Novruz bayramını, o çərşənbələri, o anlamları, bir neçə televiziya proqramı, belə mərkəzdə hansısa bir tonqal bu anlayışda saxlasaq, bir müddət sonra maraq və o dediyim kimi paralel alternativlərə əlavə də eləmək istəyirəm müəllimin sözünə. Bax, bizim iş adamlarına ideya veririk də Novruz bayramı ilə bağlı pul qazanır. Brendləşdirsinlər. Brendləşdirmə aydın məsələdir, turizm aydın məsələdir. Amma gəlin baxaq, ilaxır çərşənbələrdə bütün şəhər tonqallarla qalanır, düzdürmü? Yeri həmişə mən xalqımıza müraciət eləmək istəyirəm. Əslində tonqalı bizim babalarımız samandan yandırıblar, taxtadan yox. Çünki taxta həm ekoloji cəhətdən, həm planetin istiləşməsi, həm asfaltın pis günə qoyulması ilə bağlı. Başa düşürük, şəhərdir, saman tapılmır və s. ya otdan. Özdə, məsələn, bəzi bölgələrdə 7, məsələn, Naxçıvandır, Lənkərandır, Təbrizdədir 7 ədəd, bəzilərində 1 ədəd ya 3 ədəd tonqal qalanır. Məsələn, nə üçün də tonqalın biz elektron variantını yaratmayaq? Qoy insanlar oddur da onsuz. O effekti verəcəkmi? Baxın, niyə vermir? Evdə biz kamin yaratmırıq, elektrik kaminlərdə işlətmirik. Sözümü danışın, yolkaya ölür, ay sağ olun. Yekə bir tonqal yaradın, Çində istehsalisi, məsələn, Sumqayıtda çox gözəl bizim texnoparklarımız var. Bir dənə müəssisə yaradın orada, o tonqalları yaratsın. Şamı, çox şam yandırılır da, düzdürmü? Nəyə lazımdır? 7 şam yandırırlar, məsələn, süfrədə, bayramla bağlı. Kiçik elektron şamlar var da, yandırılır. Özü onun indi elə yaratmaq olar ki, orada ətir də qoymaq olar. Düzdürmü? Güllərin əti də gələ bilir. Mən ideya verirəm də sadəcə. Yəni, demirəm ki, müddət bu olmalıdır. Çünki Novruz bayramının özü sürüşkən bir bayramdır. Yox, nə üçün deyirəm? Mən sizə deyim. Məsələn, baxın, bu illəri bizdə Ramazan bayramı günləri ilə Novruz üst-üstə düşür. Düşüncə tərzi var, dini baxış var və mental baxışlar var. Məsələn, bilirsiniz ki, Novruz bayramı gəzmək olar, amma yemək olmaz bu illəri. Yəni, bu faktdır. Və yeməyəcəklər, artıq o iftar süfrəsi açılandan sonra, azan səsindən sonra yeməyə icazə verilir. Və yaxud elə vaxtda olur ki, məhrəmlik günlərinə düşüb, onda da müəyyən qadağalar var. İndi sözümüzün canı nə idi? İndi alimlərimiz daha yaxşı bilər. Bu böyük partlayışdan sonra yer kürəsindəki dalğalar gəlib, gürbəcir hadisələr, ulduzlar, supernovalar, deyək ki, günəş, ay və s. Bunlar hamısı yer kürəsində təsir eləyir, düzdürmü? Novruz bayramının düşüncə tərzi, əkinçiliyi ilə bağlı olsun, həyat tərzi ilə bağlı buna uyğunlaşmalıdır. Bilirsiniz, əvvəl deyir də alın yazısı, amma indi elm müəyyənləşdirib ki, neçə milyon işıq il bundan əvvəldən ki, o partlayış başlayıb, qara dəliklər başlayıb və ulduzlar, onlar yavaş-yavaş gəlir, öz təsirlərini indi bizə göstərirlər də. Bunun, yəni, nə üçün mən deyirəm? Bu, həm əkinçiliyi ilə bağlı düşüncələrimizdə, həyat tərzi və Novruz bayramı, ümumiyyətlə, həyatımızla bağlı düşüncələrimizdə də bu təsir eləməlidir. Və biz bu dəyişikliklərə hazır olmalıyıq. Çox düzgün deyir, bax, bəlkə mən bu sosial şəbəkələr və internetin inkişafı ilə bağlı bizim bayramlarımız daha genişlənməyə başlayıb və çox qəribədir. Biz indi analiz eləmişik, görürük ki, Rusiyada, Ukraynada, MDB ölkələrində, qonşu ölkələrdə, hətta qardaş Türkiyədə biz Azərbaycanlıların bu düşüncə tərzi, böyük təsiri göstərdi. Yəni, Novruz bayramı bilirsiniz ki, müştərək bayramdır da. Əslində, UNESCO-da da bu türk dilli, bəli, İran dilli və türk dillərinin bircə müştərək bir bayramı kimi qeydiyyata alınır, amma Azərbaycan variantı kimi, Azərbaycan variantı əsas götürülür. Çünki bu mükəmməldir. Bu, həm mədəniyyət baxımından, elmi baxımından heç bir qadağalar yoxdur və bu qadağaların olmaması da buna gözəlliklər gətirib.
bəxşidir. Və yeyinti sənayesini inkişaf etdirmək olar. Bilirsiniz ki, Novruz süfrəsində gürbəcür yeyinti məhsulları olmalıdır. Şirniyyatlar. Niyə bunlar ayrı ölkələrdən gəlməlidir? Hətta bizə yaxın qonşu ölkələrdən. Niyə? Niyə Azərbaycanda eləmək olmazmı? Kənd təsərrüfatını inkişaf etdirmək olmazmı? İndi müəllim deyir, mənim nə kəndimdə işləyən adamlar var, nə də ki, heç kim atda yeri şumlamır. İndi texnika var. Bəli. İndi suvarma, məsələn, o vaxtı suyu buraxırdı babalarımız, düzdürmü? İndi damcı suvarması var da, düzdürmü? Bax, bunları da Novruzun ənənələrinə, yalnız mən indi kənd təsərrüfatı ilə bağlı deyirəm, ümumiyyətlə də, məsələn, Novruz bayramının ən gözəllərindən biri də bilsin nədir? İnsanları oyatmaq, çölə çıxartmaq, bayra çıxartmaq, hərəkətə məcbur etmək, oyunlara məcbur etmək. Niyə? Çünki bizim qan damar sistemimiz işləməlidir. Qış boyu yatmışıq, nağıl dinləmişik, dastan dinləmişik, yemişik, içmişik. İndi bunu təzədən dikcətməli. İnsanın özünün hüceyrələri bilirsiniz, ay ərzində bütövlükdə atom səviyyəsinə qədər təzədən dəyişilir həmişə. Düzdürmü? Həmin o dəyişikliyi xalq sizə verir. Novruz bayramı baxışlarında bunlar hamısı var. Biz sadəcə bunu dinləmirik, mübahisə eləmirik. İndi görürsünüz, müəllim bir sözdür, mən bir sözdür, Arzuman müəllim, siz suallar verirsiniz. Tamam dəyişdi fikirlərimiz. Mən inandırım ki, 90% xalq bilmir bunu. Yəni insanlarımız bilmir çünki tədqiqat aparılmıyor. Vaxtilə Rusiyanın imperiyanın tərkibində Dəlik Kür filmində yadında yumurta vurmaya və s. də qoymurdular. Yəni imkan vermirlər. Gizli qurşaq sallayırdılar. Əslində, məsələn, 60-cı illərin axırlarından bu yana həmişə Novruz bayramı açıq olub. Düzdürmü? Heydər Əliyev gələndən sonra bir milliləşmə getdi. Siz məndən də yaxşısınız, yəni ki, bilərsiniz. Yəni o həmişə deyib ki, hə, partiya iclaslarında tənqid ediblər, amma deyiblər keçirdin. Keçirdin, hətta mənim yadıma gəlir ki, kətlərdə həmin günləri, bayram günləri icazə verilir, iş günü olmasın, insanlar bayramı ürəyincə keçirə bilsinlər. Yəni bu ənənələri davam etdirmək, yeniliklə buna müddət vermək lazımdır. Baxın, hər kəs imkan daxilində Rusiyada yaşayırsa, Amerikada yaşayırsa, Fransada yaşayırsa, qonşularına Novruz taamlarını verməlidir, qonaq eləməlidirlər onları və Novruz günləri, mədəniyyət günləri keçirilməlidir. Məsələn, burada Diaspora Komitəsi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, hətta Təhsil Nazirliyi, Ailə Komitəsi, dini qurumlar hamısı birləşməlidir və biz çox gözəl burada kimsə dedi, təklif elədik ki, bəli, bu çox böyüdülməlidir və biz Azərbaycan olaraq dünyaya belə şeylərlə çıxa bilərik. Biz indi yaxşı maşın hələ istehsal edə bilmirik, düzdürmü? Yaxşı kompüter də istehsal edə bilmirik. Amma yeyintidə bizdə yaxşıdır, musiqidə yaxşıdır. Novruz düşüncə tərzi və sağlamlığı ilə bağlı. Niyə bizdə Novruz yoqası olmasın? Var da güləş və Novruzda o oynanılan şeylər, fala baxmaq, bunlar yoqanın bir növüdür. Yəni o gizli elmlərin bir formasıdır. Sadəcə get-gedə bununla, yəni elitə məşğul olmayıb, yəni sadə insanla məşğul olub. Bunlar biraz zəifliyir. Təkmilləşməlidir. Turizm məhsullarının azlığından şikayətləndik. Misal üçün, bura gələn turistlər 3-cü gün, 4-cü gündən sonra artıq turizm məhsullarının azlığı səbəbi ilə yeni darıxmağa başlayırlar, belə deyirlər desə. Yeni məhsul, baxın, Novruz nə qədər yeni məhsul verir. Bizim o səməni halvası deyirik, onun bişirilmə texnologiyası bir gün aparar turizmə, bir gün, misal üçün, Baskal qəsəbəsi İsmaillinin ixtisaslaşıb bu üzrə başqa yerlərdə eləyirlər. Mən Lənkəranda görmüşəm, İsmailin çox yerlərində görmüşəm. Ona əlavə yan məhsullar da qoşularaq bir günü, bax, o səməni halvasının hazırlaması uzun prosesdir, maraqlı prosesdir. Dini və folklor ilə birləşdirilə bilər. Ora, misal, Lənkəranda mən görmüşəm, niyyət eləyib fındıq atırlar, qoz atırlar. Bunu bir şouya çevirmək olar. Bundan əlavə, bütün dükanlar Ukrayna, Rusiyanın konfetləri ilə, şirniyyat məhsulları ilə doludur. Bu qədər bu məhsullar öz brendimizlə, öz nümunəmizlə, baxın, bir dənə Gəncə o vaxt konfeti çıxartdı. İndi də var, indi istehsal edirlər. İndi də hamı az. Ano, mən bir şeyi də təklif eləmək istəyirəm. Bilirsiniz ki, bu yaxınlarda ölkə başçısı Dövlət Turizm Agentliyinin sədrinə şiddətli töhmət elan etdi. Bu nə üçün? Bu, yəni bizim sənayemiz, silkələnməliyik. Mədəni sənayemiz və turizm sənayemiz silkələnməlidir. Dövlət nə eləməlidir? Avro oyunlar keçirtdi, Eurovision keçirtdi, Şərq oyunları keçirtdi, Formula keçirdi. Bu turizm üçün bilirsiniz nə deməkdir? Bu elə bir ki, cənnətdə bilet kimi bir şeydir. Turizm üçün böyük bir dövlətin potensial imkanlarıdır. Yollar təmir edilir. Heç kimə mane olmurlar ki, yalvarırlar ki, gedin kətdə balaca otellər tikin və s. və ilə axır. Amma orada oturan məmurlarımız fikir verin.
Arzuman müəllim kimi, bizim alimimiz müəllim kimi, elə mənim kimi kulturoloq haçan çağırıb deyiblər ki, bizə təklifləri verin. Haçan? Mən görməmişəm. Yəni ancaq kanallarda biz gəlib Medianın İnkişaf danışırıq. Agentliyinin dəstəyi, Audiovizual Şuranın dəstəyi ilə Yaşıl Həyatda Space təkliflərinizi verirsiniz. Amma bu təklifləri oturub, yalnız bu təklifləri yox. Bizim müddətimiz azdır da, düzdür Murad bəy? Siz bir buraxılışı bunu verə bilərsiniz də, üzəbaşıya 2 buraxırsınız. Amma agentliklərin nəzdində beyin mərkəzləri olmalıdır. Ekspertlər olmalıdır. Ekspertlərə elə belə havayı çağırmamalıdır. Pul verməlidir və tələb eləməlidir ki, il ərzində sən mənə məhsul ver, beyin məhsul ver, təklif ver. Dövlətin turizminin inkişafı ilə bağlı hansı planların var? Yol xəritəsini çəkməyin üçün. Lənkəranda turizmi ayrı cürə biz inkişaf etdirə bilərik. Gəncədə ayrı cürə, Naxçıvanda ayrı cürə. Qobustan, bu qədər imkanlarımız o Abşeron və Qobustanda hansından istifadə olunur? O dağlar ki var, o palçıq şeyləri var, vulkanları, Salyanda və s. Elə gözəl yerlərdir ki, həmin turist bura yeməyə gəlmir, açığın deyim. O həmin yeməyi Azərbaycan restoranlarında xaricdə da edirlər. İndi biz biraz ciddi olaq da, bizim potensial xarici turistlər kimdir? MDB ölkələri, Rusiya, Ukrayna, Belarusya və s. Cənub qonşumuz və bir də Türkiyə və Orta Asiya, düzdürmü? Yeri gəlmişəm, biz sizə də bir təklif verin, bir Turan müəllimin təklifindən çıxır. Turan bir turizm beynəlxalq, ya Novruz turizm beynəlxalq bir şeyi aça bilərdi, xəritəsini aça bilərik. Baxın, niyə insanları yığışdırıb aparmırlar Salyandakı o palçıq və yaxud Abşerondakı palçıq vulkanlara? Niyə gedib ona baxmamalıdır? Niyə dövlət hər şey eləməlidir? Niyə yanardağı dövlət bir qoruq kimi xeylə maya qoymalıdır? Hani iş adamları pul qazanmaq istəmirmi biz? Bir Fransız Aleksandr Cuma Bakıdan Tiflisə qədər, Batuma qədər gedib o yolu biz marşrut eləmişik, turizm marşrut eləmişik. Amma bu boyda 6 ölkə Novruz keçirdir və 4 həftəlik bir prosesdir. O 4 həftəlik prosesdə Bakıdan, Türkiyədən, Axısxadan tutmuş Qırğızstana qədər və mütləq hesab edirəm ki, məndən oponentlər də razılaşar. Mütləq biz hazır ki, İran ərazisindəki Cənubi Azərbaycan, yəni bizim soydaşlarımızı unutmamalıyıq. Çünki Novruz xalq yaddaşında onlar həm də sayda bizdən çoxdular deyə, onların da bir bu prosesdə... Ailəti birləşdirən bir hadisə. Bəli. Həm də ideoloji məsələdir. Bu təkcə bayram deyil, həm təbiət hadisəsidir, həm milli ideoloji məsələdir. Ona görə də biz bugün bunu müzakirə edirik. Qismət müəllim, həqiqətən də deyə bilərikmi ki, Novruz sadəcə bayram deyil, təbiət hadisəsidir. Təbiətin bizə verdiyi mesajdır ki, məni qoruyun, məni sevin və eyni mənim kimi, mənimlə bərabər oyanın, ey insan. Yəni, təbiət bunu bizə deyir də, bu təbii hadisələrlə, təbiət hadisələrindən. Bu təbiətin bizə nemətidir, təbiətin bizə dərsidir ki, mən sizə 4 fəsli bəxş edirəm və o fəsillər içərisində Novruz, bahar fəsli sizin artıq torpaqla bağlılığınızın, bərəkətlə bağlılığınızın başlanğıcıdır. Ayılın və torpaqdan, bu təsərrüfatdan elə istifadə edin ki, həm özünüz, həm də başqaları faydalansın. Təbii ki, bu ilk növbədə insanın yəni təbiətdən əldə edəcəyi məhsul, eləcə də təbiətə olan qayğısının harmoniyasının mütləq təzahürü olmalıdır. Yəni, təbiətə münasibət, təbiətdən əldə olunan məhsulla eynilik təşkil etməlidir. Ona görə də insan bahar fəslində, yay fəslində, payız fəslində eyni dərəcədə təbiətə qayğı göstərməlidir. Çünki əgər yaz fəslində torpağı becərirsə, torpağı əkirsə, yay fəslində onun məhsulunu yığırsa, payızda ondan gəlir əldə edirsə, deməli bu təbiətə mütləq əvvəlcədən axıra qədər olan qayğını eyni səviyyədə saxlamalıdır. Və təbiət o qayğısızlığı sevmir. Təbiət laqeydliyi sevmir. O gec-tez insanlara ona görə mütləq bədəlin ödətdirir. Ona görə də indiki dövrdə təbiətə qayğı, təbiətə sevgi yaz fəslinin, bahar fəslinin hərarəti ilə, sevgisi ilə yaranmalıdır ki, bu davam etməlidir və bu nəsildən nəslə keçməlidir. Nəyə görə bahar fəslinin ənənələri nəsildən nəslə keçir? Çünki bu ilahi bir bayramdır. Bu ilahi bayram olsa da onun elmi hikmətləri var və
elmi hikmətlər insanın təbiətə bağlılığının əsasını təşkil edir. Və insan onu nə qədər çox dərk etsə, nə qədər onun dəyərini başa düşsə, təbiətə bir o qədər çox qayğı göstərə bilər. Murad bəy, bu il bilirsiniz də suverenlik və konstitusiya ilidir. Cənab Prezident sağ olsun. Özdə bilirsiniz də 30 illik və s. bütöv Qarabağ, Azərbaycanla bağlı olan hadisədir. Mən fikirləşirəm ki, gələn il bəlkə də biz təklif eləyək, yəni ki, bu baxılacaq. Gələn il Novruz aylığı və yaxud Novruz ili elan edilə bilər və bundan sonraki illər isə Novruz aylığı həm Azərbaycanın daxilində, həm də biz virtual millətidir. 65 milyona yaxın Azərbaycanlılar var, dünyanın hər yerinə səbələnib. Ancaq 10 milyon 200 mini burada yaşayır. Biz o Novruz aylığı elan edib, həm beynəlxalq turizm xəritələri çəkə bilərik, həm turizm və Novruz, belə deyək də, planları, 5 illik planları qura bilərik. Azərbaycanda, xaricdə Novruzla bağlı Azərbaycan həqiqətlərini, Qarabağ həqiqətlərini, bizim imkanlarımız, turizm imkanlarından tutmuş, neftdən gələn gəlirlərdən tutmuş və digər imkanlarımızı dünyaya tanıda bilərik. Çünki bu çox önəmlidir. İnsanlar artıq yorulublar Avropaya getməyə, İtaliyaya, Venesiyaya nə qədər gedərlər Avropa adamı, düzdürmü? Niyə Türkiyəyə gəlirlər və niyə milyardlarla Türkiyədə turizm və bayramlarla bağlı, bayaq da dedim də, bir maliyyə, belə deyək, abarotu var, dövriyyəsi var. Niyə də o Azərbaycanda olmasın? Baxın, biz yenə də deyirəm ki, və bütün dünyada bu belədir. Ağıllı insanlar artıq fikirləşirlər ki, zavodları süni intellekt və avtomatlar əvəzləyir. Artıq o qədər maşınlar istehsal olunur ki, maşınları qadağan etmək istəyir və digər sənaye məsələləri. Biz o işsiz və işdən azad olan, yəni zavodlar tikiləndə 3000 adam yox, biz dəfələrlə bunu demişik. Artıq 2900-nə qədər işçi ixtisar olunacaq, gəmi 50 nəfər işləyəcək və robotlar o işləri görəcək. Həmin o 3000 adamın 2000 nə qədərsini isə, bax bu xidmət sahələrinə, Novruz həftəliklərinə, turizm sahələrinə və dövlətin bununla bağlı çox böyük yatırımları var. Yəni, həqiqətən də bu belədir. Baxın, hansı ölkədə siz görmüşsünüz ki, ölkənin hər tərəfinə böyük traslar salınsın, beynəlxalq əhəmiyyətli traslar və yaxud Çindən tutmuş, indi bilirsiniz ki, koridor problemi var da, dəhliz problemi. Türkiyə və Avropaya qədər böyük bir nəqliyyat infrastrukturu yaradılır. Onun yanında həm də turizm ərazisi. Məsələn, niyə Novruz qatarı olmasın və buradan Borçalıya, Dərbəndə, Təbrizə getməsin? Niyə də avtobusda yaradılmasın, daxili turizmlə bağlı? Biz Naxçıvana, məsələn, Bakıda yaşayanları aparmayaq, Lənkəranda və əksinə. Və bir də bir şey var. Məsələn, Santa Claus və yaxud Şaxta babanın hansısa kətdə olduğunu bizim beynimizə yeridirlər, düzdürmü? Məsələn, Bahar qızı, Yaz qızı və Dədə Qorqud, Novruz babası da, belə deyək də, onun da bir şəhərini, kəndini niyə müəyyənləşdirməyək ki, daxili turizmin mərkəzi. Finlandiya örnəyini, Laplandiya, Finlandiyadakı Laplandiyanı. Ay sağ ol, Naxçıvan eləyə bilərik də, düzdürmü? Daxili turizmi inkişaf edəcəkmi? Və yaxud tutalım da yazda Bahar qızını ya Gəncə, ya Lənkəran eləyə bilərik və insanlar da maraqlı olar ki, necə ki, olimpiyada burada keçiriləndə Lənkərandan, Naxçıvandan və digər Qazaxdan olimpiyanın məşəlini gətirdilər. Bax, həmin vaxtı, həmin rayonların gənclərini, adamlarını ki, və biz də onun içində olma şərti ilə smartfonun içindədir, evdə divanda uzanıb, onları tərpətmək üçün məhz həmin o Novruz məşəlini gətirib Bakıya gətirsinlər. Adil xanım, yadınızda yaxın keçmişdə ən böyük şəkər burası, ən böyük paxlava bişirilirdi. Festivallar. Baxın, həmin vaxt bəlkə müxtəlif, bir mənalı olmurdu ona yanaşma, amma görün nə qədər yadda qalan olub, nə qədər Dünya mediası onlardan danışır. başına ətraf yığırdı. Yəni bu tip, bu nədir? Bu, Murad müəllim, bu koloritdir. Türkiyənin də o dövriyyəsini yaradan koloritdir. Avropada bu kolorit yoxdur. Ona görə onlar o koloritin dalınca gəlirlər. Eynən. Biz bu koloriti yarada bilərik. Bu potensial var, istifadə eləyə bilərik və vaxtımız yekunlaşır. Cümləni deyin, yekunlaşdıraq. Buyurun, cümləni deyin, yekunlaşdıraq. Biz çox qısa məsafədə Xəzər sahilindəki -28 ilə 4466 metr Bazardüzü arasında cəmi 50 kilometrdə o qədər rəngarənglik var ki, insanlarımız da o cürdür, heyvanlarımız da o cürdür, təbiətimiz də o cürdür. O rəngarəngliyi təqdim edə bilək. Məmur yoldaşlar, qardaşlar, bizlərin, ekspertlərin vasitəsilə bunları ortaya, meydana... O təklifləri həyata keçirsiniz. Bəli, çıxara bilərik. Təşəkkür edirəm. Murad bəyə ilə təklif eləyək ki, yaşıl həyatla yanaşı bir
turizm həyatı, biznes ilə bağlı bir veriliş açsın. Mütləq, Bu fikirləri həmişə orada səslənir. mütləq. Təşəkkür edirəm, minnətdaram. Təşəkkür edirəm qismət müəllim gəldiyiniz üçün, iştirakınız üçün. Qeyd edək ki, studiyamızın qonaqları Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq Fakültəsinin baş müəllimi, aqrar sahə üzrə fəlsəfə doktoru Qismət xan Babayev idi. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı, kulturoloq Aydın xan Əpilov idi. Ekoloq, biomüxtəliflik üzrə ekspert Arzu Mustafayev idi. Çox sağ olun. Bayram ruhlu da oldu elə verilişimiz. Bayrama uyğun. Çox yaxşı oldu. Xalqımıza bayram yaraşır. Bəli. Minnətdaram. Çox sağ olun. Siz də sağ olun. Son olaraq qeyd edeyim ki, Yaşıl Həyat layihəsi Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi və Azərbaycan Respublikası Audiovizual Şurasının dəstəyi ilə Space TV-də yayımlandı. Biz bugün 21 mart tarixini, Novruz bayramı günlərini yaşamaqdayıq. Elə ona görə də bu buraxılışımızı təbiətin oyanışına, Novruzun, baharın gəlişinə və buradakı müəyyən müzakirələrə, müəyyən təkliflərə yer ayırdıq. Ekspertlərimiz, qonaqlarımız çox maraqlı təkliflər verdilər. Ona görə də bu veriliş deyərdim ki, teleməkanda həm təbiətlə bağlı, həm kulturoloji baxımdan, sosioloji baxımdan ən faydalı verilişlərdən biridir. Buna görə də çox şadam. Təbiəti sevin, təbiəti qoruyun. Söhbətçiniz isə mən idim. Murad Əzimzadə, qismət olsa görüşərik. Allah'a emanet. Layihə Azərbaycan Respublikasının Medianın İnkişaf Agentliyinin və Audiovizual Şuranın dəstəyi ilə hazırlanıb.